Salam, gəlin bu suala baxaq. ABC bərabər tərəfli üçbucağında DE BC-yə deməli perpendikulyardır. DE BC-yə bunu qeyd edib. AD-ni 4 verib, BE 6, EC x. Bura x desək, bərabər tərəfi olduğu üçün burada 6 üstə x-dir. Burada 90 dərəcə əmələ gətirir. Bərabər tərəfi olduğu üçün hər bir bucağı 60 dərəcədir. Burada tən bölən olduğu üçün 30-30 böldü. Və yenə də eyni şey burada. Bu hissədə belə. Və bizə 6 üstə x o hissəni verib. 90-ın qarşısı, 30-un qarşısı x-dir. Yəni x 4 isə 90-ın qarşısı 2x-dir. Yəni ki 8 olmalıdır. 6 üstə x 8 olmalıdırsa x də 2 sm çıxır. Və bizdən də EC-ni soruşur. EC də nədir? Elə bu hissə x-dir deyə cavabımız da olur 2 sm.